tərəf balığımızın filesini ayırdığımız zaman baxırıq. Bu hissədən kəsirsiniz, ayırırız. Buradan bıçağı salırıq. Bu onurğasına dirənir. Bıçağı nə düz, nə belə. Biraz əyri fason tutub onurğasından bıçağı gətirirsiniz. Düz quyruğuna qədər. Quyruğuna qədər gətirirsiniz. Quyruğunu da bu hissədən çıxardırsınız. Hazır file bunun içərisində təmizlənir. Bu hissədən onurğası çıxır. Eyni qaydada da bunu üzərində qalan onurğanı çıxardırıq. Və bu hissəyə çatırıq baş hissəsinə. Buradan kəsirik. Və bu balığı doğradığımız zaman ehtiyatlı olmalıyıq ki, balıq zədələnməsin. Və qalan bu adxod hissələri, bunları tullamırıq. Bunlardan həmçinin mən o bir səhslər demişəm, bulyonlar hazırlanır. Balıq bulyonu, toyuqdan toyuq, ətdən, sümükdən ət bulyonu, bunlar hazırlanır. Bu niyə görə lazımdır? Hər hansı bir siz balıq mənşəli və ya da toyuq mənşəli, ət mənşəli sup elədiyiniz zaman və ya da hər hansı bir soğuz eləyəndə ora su vurduğumuz zaman sizə bu hissələr, bunlarda olan bulyonlar lazım. Amma bulyon elədiyiniz zaman bu qara hissələr təmizlənir, yuyulur və tərtəmiz atılır hissəyə, bulyonun içərisinə. Bulyonun da içərisinə mirfa vurulur. Mirfanın mənası kök, soğan və sildireydən, yəni kərözdən hazırlanır. İçərisinə buket qarnir atılır. İçərisində dənəvər istiot, lavroris yarpağı, rozmarin və ya da kəkliyotu dəyişir, vurulur və stoklarımıza çoxa duz vurulmur. Niyə görə? Çünki o bulyonu biz supa əlavə elədiyimiz zaman onsuz duz əlavə eləyəcəyik biz supumuzun içərisinə və ya da soğuzumuzun içərisinə vuracağıq. Ona görə yaxşı. Filelərimizi ayırırıq və qalan hissələr, məsələn, buradan baxırıq, fikir veririk ki, məsələn, bu hissəsi qalıb. Bu hissələri kəsib çıxardırıq. Amma bu hissələri yenə tullamırıq. Bu hissələrdən biz bulyonlu eləyəcəyik. Bizə gələcək dərslərimizdə məsələn, balıqdan soğuzlarımız olacaq. Gəldi quyruq hissəsini, bu dəri hissəsini kəsdin, çıxartdın, qoydun. Gəldin bu hissəsinə. Bu üzərindəki xırda tıxlar çıxarılır. Çıxarıldıqdan sonra məsələn, bu hissəsində qalıb. Adxod hissəsi, düzü. Bu hissəni ehmalca buradan bıçağımızı qoyuruq. Xırda tıxlarını buradan bu şəkildə götürürük. Götürdük. Və bizim əlimizdə bütün tıxlarını təmizləyəndən sonra hazır filemiz qalır. Belə aydın oldu.